Pir kimi pir, şeyx kimi şeyx, mürşid kimi mürşid. Mərd kimi mərd, cəngavər kimi cəngavər, oğul kimi oğul, baba kimi baba. Söz kimi söz, şeir kimi şeir. Hakan babamız, Sultan babamız, Şah babamız İsmail'in canları. Eşq olsun, eşq olsun hər birinizə. Fazıl Mustafa bir siyasi figur olaraq iflasa uğradı. Azərbaycanda belə bir siyasətçi, belə bir siyasi kimlik yoxdur artıq. Siyasi arenada tükənmiş, ictimai rəydə bitmiş, xalqın könlündən silinmişdir. Azərbaycanın ictimai düşüncə məkanında, legal siyasi sistemində Fazıl Mustafa kimilərinə yer olmadığını bu günlərdə göstərdiyiniz fəallıqla, sərgilədiyiniz vətənpərvər və milli mövqe ilə ortaya çıxardınız. Hər birinizi bağrıma basır, hər birinizə ən səmimi təşəkkürlərimi bildirirəm. Bu məsələdə mövqe nümayiş etdirən bütün həmkarlarıma, ictimai siyasi xadimlərə, səfəvşünas alimlərə halal olsun deyirəm. Məsələ heç də fazil deyil. Bu günlərdə Azərbaycanın bütün bölgələrindən, bütün sosial zümrələrindən 10 minlərlə rəy aldım, mesaj aldım. Qızılbaş babamızın çalmasında 12 qırmızı dilim vardı. Mən, Talih Şahsuvarlı o dilimlərdən sadəcə birinin uzaq başı kiçik bir ilməsiyəm. Ən kiçik zərrəsiyəm. Sizin Şah İsmailə sevgi seliniz onu göstərdi ki, bizim ənənəvi inanc sistemini sıxışdırmaq istəyənlərə, bu sayədə özünə yer eləməyə çalışanlara Azərbaycanlılar yox deyir. Sizin Şah İsmailə sevgi seliniz onu göstərdi ki, fərqi yoxdur Əməvi zehniyyəti ilə, fərqi yoxdur Pəhləvi zehniyyəti ilə olsun. Tarixi saxtalaşdıran heç kəsə bu xalqın düşüncəsində yer yoxdur. Sizin Şah İsmailə sevgi seliniz onu göstərdi ki, Osmanlı Şeyxülislamı Əbu Sudun fitvaları ilə Şah İsmailə hücum çəkənlər 500 ildir Səfəvilərə atılan çamurları yenidən gündəmə gətirənlərə yer yoxdur. Diqqətinizi başqa bir tendensiyaya çəkmək istəyirəm. Azərbaycan üçün, Azərbaycançılıq ideologiyası üçün ən təhlükəli ideoloji diversiya budur. Şah İsmailə çamur atılmasından, Səfəvilərə qara yaxılmasından da təhlükəli tendensiya məhz budur. Şəxsən mənim üçün təəccüblü deyil ki, elmi cəhətdən heç bir əsası olmayan və tarixi təhrif edən bu ideoloji diversiyanın da icraçılarından biri məhz Fazıl Mustafadır. O istər kitablarında, istərsə də media çıxışlarında Türkmənçay müqaviləsini dəfələrlə öyüb, onu Allahın bəxşi, lütfü və hətta qurtuluş sənədi adlandırıb. Fazıl Mustafaya boş verin. Bizim hədəflərimiz, milli hədəflərimiz daha böyükdür. Mən Rusiya müstəmləkəçiliyini öyənlərə qarşı çıxıram. Bəzən dolayı yolla, bəzən də birbaşa öyənlərə qarşı çıxıram. Rusiya Baş Nazirinin müavini Aleksey Overçukun bəyanatı yadınızdadırmı? Bəli, onun Zəngəzur koridoru ilə bağlı bizə Türkmənçay müqaviləsini xatırlatması təsadüf deyildi. Odur ki, Türkmənçay müqaviləsini öyənlərin paradigması ideoloji baxımdan olduqca təhlükəlidir. Belə bir ideoloji paradigma düzəltmək istəyirlər ki, güya Türkmənçay müqaviləsi olmasaydı, Azərbaycan toplumu modernləşməyəcək, maarifçilik mərhələsi yaşamayacaq, millətləşmə prosesindən kənar qalacaq və müstəqil milli dövlət qurmayacaqdır. Danimarkadakı Oldenburglar sülaləsinə nəzər salaq. Oldenburglar Danimarkada 1448-ci ildə hakimiyyətə gəlmişdi. Yəni Şah İsmaildən 50 il qabaq hakimiyyətə gəlmişdilər. Hazırda Danimarkada həmin sülalənin bir alt qolu yenə hakimiyyətdədir. Onlar da apelentlərimizin təbirincə desək, məzhəbçilik etmiş, lüterançılığı dövlət dini elan etmişdilər. Danimarkanın orta çağda müasir milli dövlət kimi tarixi də eyni sülalənin dövrüdür. Bu fakt onu göstərir ki, orta çağ toplumlarının
müasir milli dövlətə çevrilməsi nə sülalələrlə bağlıdır, nə də xarici təcavüzlə. Bu nəhəng və qlobal proses ümumbəşəridir. Tarixi dialektikanın əsəridir. Maarifçilik qlobal bir intellektual prosesdir. Azərbaycanın bu prosesə qoşulması Türkmənçay müqaviləsindən sonra deyil, öncədir. Hətta Gülüstan müqaviləsindən də əvvəldir. Təbrizdə ilk mətbəə 1812-ci ildə Abbas Mirzə Qacarın sifarişi ilə Mirzə Zeynalabdin tərəfindən yaradılmışdı. Türkmənçay müqaviləsi mətbəənin Quzey Azərbaycanda yayılmasını, o cümlədən Bakıya gəlişini gecikdirdi. 1830-cu ildə Şuşada quraşdırılan daş mətbəə Çarın təzyiqlərinə məruz qalırdı. Odur ki, Azərbaycanda maarifçilik, modernləşmə və millətləşmə prosesini Rus işğalının nəticəsi saymaq yanlışdır. Rus imperiyasını maarif xilaskarı kimi təqdim etmək zehni köləlikdir. İndi diqqətinizi bir xronologiyaya çəkəcəm. Müxtəlif ölkələrin monarxiyadan anayasal monarxiyaya keçidi tarixlərinə lütfən diqqət edək. Norveç 1814, İtaliya 1848, Danimarka 1849, Osmanlı 1876, Rusiya 1906, Qacarlar 1906. Qacar imperiyasındakı siyasi təkamüllə Rusiyadakı siyasi təkamülün dinamikası eynidir. Hər ikisi eyni qlobal siyasi modernləşmə dalğasının içindədir. Üstəlik, Qacarların bu baxımdan Rusiyadan prinsipial şəkildə geri qaldığını iddia etmək də mümkün deyil. Çox önəmli başqa bir məqam da var. 1906-cı ildə həm Rusiya imperiyası, həm də Qacar imperiyası anayasalı monarxiyaya keçid üçün addımlar atdılar. Amma bu quruluş heç birində davamlı olmadı. Məgər Rusiyada da şiəlik, səfəvlik, qızılbaşlıq var idi. Azərbaycan Milli Hərəkatı güneydə də, quzeydə də konstitusiyaçılıq üzərindən inkişaf edib. Güneydə Səttarxan, quzeydə Əlmərdan bəy Topçubaşov siyasi hüquqlar uğrunda eyni illərdə mübarizə apardılar. Üçüncü nüans. Mütləq monarxiyadan imtina etməyən Qacarlar da, Osmanlılar da, Romanovlar da tarix səhnəsindən silindi. Onların süquta uğraması tarixləri də olduqca yaxındır. Bu fakt bir daha onu göstərir ki, modernləşməyə mane olan sünnülük də deyil, şiəlik də deyil, səfəvlik də deyil, heç xristiyanlıq da deyil. Güney Azərbaycanda məşruta hərəkatı ona görə məğlub oldu ki, Azərbaycan məhz Türkmənçay sözləşməsi ilə ikiyə bölünmüşdü. Əgər Azərbaycan işğalçı Rusiya tərəfindən ikiyə bölünməsəydi, yeni çağda qaçılmaz olan millətləşmə prosesi bizi bütün hallarda farslardan ayıracaqdı. Bütün hallarda Qacarlar tarix səhnəsini tərk edəcəkdi. Bütün hallarda Osmanlı və Rus imperiyaları kimi o imperiyanın da yerində milli dövlətlər yaranacaqdı. O zaman tarix yenə də müstəqil, yenə də unitar, yenə də demokratik, amma bütöv Azərbaycan Respublikasını meydana çıxaracaqdı. Baxın, Güney Azərbaycanda Azadistan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan bir neçə həftə sonra elan olundu. Resurs çatışmazlığından ayaqda qala bilmədi. Amma bütöv Azərbaycana kimin gücü çatardı? Ona görə deyirik ki, Şah İsmail Azərbaycan dövlətçiliyinin rəmzidir. Şah İsmail Azərbaycanın bütövlük simvoludur. Şah İsmail Azərbaycanın keçmişdən gələcəyə uzanan tərəqqi yolunda milli iradəmizin qaynağıdır. Nə deyirdi Xətai? Deyirdi ki, ala gözlü pirim gəldi. Duyan gəlsin, bu da meydan. Dörd qapını, 40 məqamı bilən gəlsin, bu da meydan. Mən pirimi haqq bilərəm, yoluna qurban olaram. Gün doğdum, bu gün ölərəm. Ölən gəlsin, bu da meydan. Şah Xətai der sirrini, meydana qoymuş sərini, Nəsimi tək dərisini,
üzən gəlsin. Bu da meydan.